Bismillah, velhamdülillah, və salatu və salamu alə Rasulillah, əmmə ba'd. Esselamu aleykum və rahmetullahi və barakatuhu. Bugün usul-i sünnədən sonuncu dərsi götürəcəyik və İmam Əhməd rahiməhullah sonuncu qayda olaraq qeyd edir ki, وَمَنْ مَاتَ مِنْ أَهْلِ الْقِبْلَةِ مُوَحِدًا يُصَلَّى عَلَيْهِ وَيُسْتَغْفَرْ لَهُ وَلَا يُحْجَبَ عَنْهُ الْاِسْتِغْفَارِ وَلَا تُتْرَكُ الصَّلَاةَ عَلَيْهِ لِذَنْبٍ أَذْنَبَهُ صَغِيرًا كَانَ أَوْ كَبِيرًا فَأَمْرُهُ إِلَى اللّٰهِ تَعَالَى. Yəni, qiblə əhlindən müsəlman olaraq, muvahhid olaraq, tevhid əhli olaraq ölən hər kəsin cənazə namazı qılınar və onun üçün Allahdan bağışlanma dilənlər. Və istiğfar həmin kəsdən əksilməz. Yəni, müsəlmanlar istiğfarı, yəni o kəsi öz istiğfarlarından məhrum etməzlər. Və onun işlədiyi böyük olsun və ya kiçik olsun, hansısa bir günahına görə, asiliyinə görə cənazə namazını tərk etməzlər. Lakin onun halı Allaha həvalə edilər. Yəni, onun cənazə namazı qılınar, tərk edilməz, onun üçün Allahdan bağışlanma dilənlər, baxılmaz. Bu mömindir, yoxsa asidir, fasikdir. Lakin onun halı Allaha həvalə edilər. İmam Əhməd rahiməhullah bu qaydanı zikr etməklə ilk növbədə xavariclər rədd verir. Çünki xavariclər böyük günah sahiblərini kafir gördüklərinə görə bu etiqadı əsasən deyiblər ki, böyük günah sahibi üçün Allahdan bağışlanma dilənməz. Böyük günah sahibinin cənazəsi qılınmaz, onun üçün dua edilməz. Və böyük günah sahibi müsəlman qəbirstanlığında bastırılmaz. Yəni, kafirlə necə rəftar edilərsə, böyük günah sahibi ilə də o cür rəftar edilər. Və İmam Əhməd rahiməhullah bu qaydanı zikr etməsi ilə xavariclərə rədd verir. Ümumiyyətlə, bundan qabaqki dərsdə də qeyd etmişdik, iman və küfrə nisbətdə insanların halı neçə idi? 3. Onlardan birincisi, o kəslər ki, həm qəlbən, həm də zahirən kafir olanlar. Yəni, insan qəlbən kafirdir və bunu da izhar edir, qorxmadan, çəkinmədən. Bunlar kimlərdir? Həqiqi kafirlər və müşriklər. Və ikincisi kimlər idi? Qəlbən kafir olub, zahirdə İslamı göstərənlər, yəni münafiqlər, və üçüncüsü də qəlbən və zahirən müsəlman mömin olanlar. Və bu qayda da bu 3 qism insanlar üzərində tətbiq olunur və hər qismin öz hökmü var. Kafirlərin hökmü nədir? Təbii ki, kafirlər, yəni bu qayda kafirlər tətbiq olunmur. O kəslər ki, qəlbən kafir olublar və bunu da izhar ediblər, kafirlər və müşriklər, bu qayda onlara tətbiq olunmur. Ona görə İmam Əhməd rahiməhullah qeyd edir ki, وَمَنْ مَاتَ مِنْ أَهْلِ الْقِبْلَةِ Qiblə əhlindən ölən. Yəni, bu qayda kimlərə aiddir? Müsəlmanlara. Amma o kəs ki, kafir olub, müşrik olub bu dünyada, onun üçün bağışlanma dilənilməsi və onun cənazə namazının qılınması icazəli deyil. Nəinki icazəli deyil, həmçinin faydası yoxdur. Allah Azza və Cəllə öz Rasuluna xitabən buyurur ki, وَلَا تُصَلِّ عَلَى أَحَدٍ مِّنْهُمْ مَاتَ أَبَدًا وَلَا تَقُمْ عَلَى قَبْرِهِ Onlardan ölən bir kəsin cənazə namazını qılma və onların, yəni kafirlərin, münafiqlərin, nifaqı bilinən kəslərin qəbirləri üzərində durma.
Yəni qəbri başında durub onun üçün dua etmə. Onun cənazə namazını qılma. Bu xitab kimədir? Peyğəmbər sallallahu aleyhi və səlləmə. Və qayda budur ki, fayda üçün qeyd edirəm, əsl budur ki, Quranda Allah Rasuluna xitab edən bütün ayələrin hökmünə ümməti də girir. Əsl budur. O istisnadır ki, əgər hansısa bir dəlil gəlsə və o dəlil bizə göstərsə ki, yox, bu hökm Allah Rasuluna xasdır, o zaman deyərik ki, bu Allah Rasuluna xasdır. Lakin belə ümumilikdə Quranda hansı ayələr ki, gəlib, ey Allahın Rasulü, bunu et, bunu etmə, bu xitaba həmçinin onun ümməti də daxildir. Və başqa ayədə Allah Rasulü əmisi Əbu Talib üçün Allahdan bağışlanma diləmək istədikdə, çünki müşrik olaraq ölmüşdü, ayə nazil oldu ki, وَمَا كَانَ لِلنَّبِيِّ وَالَّذ۪ينَ آمَنُوا أَنْ يَسْتَغْفِرُوا لِلْمُشْرِكِينَ. Yəni, heç bir peyğəmbərə və heç bir möminə yaraşmaz ki, müşriklər üçün Allahdan bağışlanma diləsin. وَلَوْ كَانُوا اُلِي قُرْبَ. Hətta o müşrik ən yaxın qohum olsa belə. مِنْ بَعْدِ مَا تَبَيَّنَ لَهُمْ أَنَّهُمْ أَصْحَابُ الْجَحِيمِ. Nə vaxtdan sonra, bəlli olandan sonra ki, onlar cəhənnəm əhlidirlər. Ona görə başqa ayədə Allah Azze və Cəllə Peyğəmbərə xitabən buyurur ki, İstəğfir ləhum əv lə təstəğfir ləhum. Yəni, istəsən onlar üçün bağışlanma dilə, istəsən bağışlanma diləmə. Heç bir fərqi yoxdur. İn təstəğfir ləhum 70 mərra, lən yəğfirallahu ləhum. Əgər onlar üçün 70 dəfə bağışlanma diləsən belə, Allah Azze və Cəllə onları əff etməyəcək. Və sonra səbəbini açıqlayır. وَذَٰلِكَ بِأَنَّهُمْ كَفَرُوا بِاللّٰهِ وَرَسُولِهِ. Səbəb nədir? Çünki onlar Allah və Rasuluna qarşı kafir olublar, küfr ediblər. Səbəb budur. Və bayaq qeyd etdiyim ayədə, o Tövbə surəsi 113-cü ayədir. Yəni, heç bir möminə və peyğəmbərə yaraşmaz ki, hətta yaxın qohumu olsa belə, burada işarə kimədir? Allah Rasulunun əmsi Əbu Talibə. Hansısa bir müşrik üçün Allahdan bağışlanma diləsin. Və bu ayədən sonra 114-cü ayədə Allah Subhanahu və Teala bir şübhəyə cavab verir. Çünki bunu oxuyandan sonra həmən zehnə belə bir sual gələ bilər ki, bəs İbrahim əleyhissalamın atası Azər üçün Allahdan bağışlanma diləməsi necə? Ona görə həmən bir sonraki ayədə Allah Azze və Cəllə buna cavab verir. Və buyurur ki, İbrahimin atası üçün Allahdan bağışlanma diləməsi isə istisna idi. Səbəbi nədir? Səbəbi o idi ki, çünki ona vəd vermişdi, söz vermişdi. Lakin hətta İbrahimin özünə də tam bəlli olandan sonra ki, yəni atası Allah Azza və Cəlləyə qarşı düşməndir, yəni artıq ümid ondan kəsilib və ondan təbərri etdi, uzaq durdu. Bu sadəcə olaraq İbrahim əleyhissalamın atasından ayrılarkən ona verdiyi vədi idi ki, o vədinə sadiq qalmışdı və Allahdan bağışlanma diləmişdi onun üçün. Bu istisnadır, bu hal üçün. Amma biləndən sonra ki, artıq düzəlməyəcək, Allahın düşmənidir, bu düşmənliyi elan edib, İbrahim əleyhissalam ondan təbərri etdi, uzaq durdu. Ondan, onun qövmindən və ibadət etdikləri bütlərdən. Çünki Allah Azze və Cəllə buyurur ki, İnna Allaha la yaghfiru an yushraka bihi və yaghfiru ma dun zalika limen yasha. Allah Azza və Cəllə ona şərik qoşanı bağışlamaz və şirkdən başqa olan günahları istədiyini əff edər. Yəni, İnnehu men yushrik billah fəqad harramallahu aleyhil cənnə. Kim Allaha şərik qoşsa, cənnət ona haramdır. Yəni, Allah Azza və Cəllənin rəhmət, məğfirət qapısı müşriklər və kafirlər üçün bağlıdır. Ona görə onlar üçün Allahdan bağışlanma diləməyin heç bir faydası yoxdur. Bayaq zikr etdiyim ayə. İn təstəğfir ləhum 70 mərra, lən yəğfirallahu ləhum. 70 dəfə və xitab da Allah Rasulunadır. Peyğəmbər sallallahu aleyhi ve sellem. Müşrik olaraq, kafir olaraq ölən yaxını olsun hətta. Kim olur olsun, 70 dəfə, 100 dəfə Allahdan bağışlanma diləsə belə heç bir faydası yoxdur. Və sual budur ki, ümumiyyətlə faydasının olmadığını bildik. Bəs kimsə bağışlanma diləsə, bu günah deyə yox. Cavab bəli. Çünki buna nəhi gəlib.
yəni bir kəs müşrikdirsə, kafirdirsə, mən gedim onun cənazə namazını qılım və mən oturum onun üçün kafir olaraq ölüb, onun üçün Allahdan bağışlanma diliyim və deyim ki, bəlkə Allah duamı qəbul edər. Bu icazəli deyil. Yəni nəhi gəlib. Aydındır. Amma münafiqlərə gəldikdə isə, o kəslər ki, qəlbən kafir olub İslamı ishar edənlər, onların hökmü budur ki, onlarla zahirən bu dünyada müsəlman müamiləsi edilir. Yəni bir insan həqiqətdə Allah qatında münafiqdirsə və yaşadığı cəmiyyətdə müsəlmanlar bunu tanımırsa, o öləndə onun üçün təbii olaraq cənazə namazı qılınacaq, müsəlman qəbristanlığında basdırılacaq ya yox. Belədir. Hətta Allah Rasulunun cəmiyyətində də belə olub. O kəslər ki, onların münafiq olduqları bilinib, onlar istisna, digərləri bu hökmün içinə girib. Amma qaldı ki, İmam Əhməd rahiməhullahın qeyd etdiyi bu qayda əsli etibarı ilə İslam üzərində ölən qiblə əhlinə aiddir, müsəlmanlara. Ona görə İmam Lələkəy rahimehullah Etiqad kitabında İmam Məlikdən öz sənədi ilə nəql edir ki, İzə qalə la ilahə illallah, sümmə hələk, yuğassəl və yusəllə aleyh. İmam Məlik rahimehullah deyir ki, bir kəs la ilahə illallah deyirsə, yəni tövhid kəlməsinin əhlidirsə və sonra bu kəlmə üzərində ölübsə, həmin kəsin cənazəsi yuyulur və onun cənazə namazı qılınır. Həmçinin digər sənədlə İmam Lələkəy rahimehullah Etiqad kitabında tabiin Həsən Əl-Basrdən rəvayət edir ki, İzə qalə la ilahə illallah, sulli aleyh. Əgər la ilahə illallah desə, tövhid kəlməsinin əhli olsa, onun cənazə namazı qılınacaq. Ona dua ediləcək. Ona görə tabiinlər qayda olaraq deyərdilər ki, biz Allah Rasulunun əshabından qayda olaraq bunu öyrəndik ki, qiblə əhlindən kim vəfat edirsə etsin, əməli nə olursa olsun, təbii ki, əməli nə olursa olsun deyəndə nəyi nəzərdə tuturdular? Yəni, asiliklər, böyük günah, kiçik günah, bu şeylərə baxılmaz, həmin kəsin cənazə namazı qılınar. İndi burada əlavə bir sual verilə bilər ki, bəs bura namaz qılmayanlar daxil deyə yox. Namaz qılmayanlar bu hökmə daxil deyə yox. Yəni, biri namaz qılmır və bu halı ilə ölüb, o bu hökmə daxil deyə yox. Ümumi olaraq, bəli, bu hökmə daxildir. Hətta bayaq zikrlədiyim İmam Məlikdən, Həsən Əl-Basrdən rəvayətləri gördünüz. Aydındır. Ümumi olaraq bu hökmə daxildilər. Təbii ki, namaz qılmayanın hökmündə alimlər ixtilaf ediblər. Bəzi alimlər namaz qılmayanın kafir olduğu rəyindədirlər. Ona görə ortaq, hətta bu iki rəyi cəm etsək, qayda olaraq deyə bilərik ki, ümumi olaraq biz deyirik, kim Rəbb olaraq Allahdan, Peyğəmbər olaraq Muhammeddən, sallallahu aleyhi və səlləmdən, din olaraq İslamdan razı halda, la ilahə illallah Muhammedən Rasulullah şəhadəti üzərində bu dünyadan köçübsə, o bu qaydaya daxildir. Onun üçün Allahdan bağışlanma dilənlir və onun cənazə namazı qılınır. Əsil budur. Burada namazı tərk edənlər barədə bir istisnanı etmək olar. O da hansıdır? O kəs ki, qazi tərəfindən namaz qılmadığına görə məhkəməyə çağırılar və ona hüccət çatdırılar, namaza dəvət edilə və ölümü namazdan üstün seçə və buna görə öldürülərsə, çünki namazı tərk edənin, müsəlman bir kəsin şəriət dövlətində namazı tərk edən hökmü budur. Təbii ki, onu ilk növbədə tövbəyə çağırırlar. 1 gün, 2 gün, 3 gün möhlət verirlər. Və bir kəs ölümü namazdan üstün tutsa və buna görə həmin kəs öldürülsə, şübhəsiz, yəni şək yoxdur ki, belə birisi, necə Şeyxülislam İbn Teymiyyə rahimehullah deyir ki, kafir olan birisidir. Yəni mümkün deyil, əqlən
təsəvvür oluna bilməz ki, bir insan namazın vacibliyinə iman etsin, lakin boynunda qılınc ölümü namaza tərcih etsin. Yəni, bu bir müsəlmandan belə bir şeyin hasil olması əqlən təsəvvür olunan bir şey deyil. Aydındır. Lakin məsələ bundadır ki, belə bir hal, belə bir hadisə tarixən baş verib ya yox? Baş verməyib. Tarixən baş verməyib. Və məsələ bundadır. Hətta fikir verin, o alimlər ki, təbii ki, əksər alimlər, alimlərin əksəriyyəti namaz qılmayanı, yəni mücərrəd olaraq namazın vacibliyini inkar etmir. Mücərrəd olaraq namazı tərk etdiyinə görə təkfir etməyiblər. Bir qism alimlər təkfir ediblər və bu rəy, necə ki, bundan qabaqki dərslərdə də götürmüşdük, İmam Əhməd Rahiməhullahdan nəql olan, rəvayət olunan rəylərdən birisidir. Yəni, bu məsələnin nəzəri yönüdür, yoxsa praktiki? Nəzəri yönüdür. Amma məsələni praktikaya endirdikdə, hələm Allah Rasulü aleyhissalatu vesselam'dan bu günəcən namaz qılmadığına görə heç kəsə həcc cəzası tətbiq olunmayıb. Heç kəsə. Təsəvvür edin. Ona görə İbn-i Qudamə rahiməhullah Muğni əsərində gözəl bir söz deyir. Deyir, elə bir dövr, elə bir zaman və elə bir yer olmayıb ki, o yerdə, o vaxtda namaz qılmayanlar olmasın. Yəni, bu mümkün deyil. Yəni, daima hər yerdə, hər dönəmdə, hər zamanda namaz qılmayanlar olub. Bəzən qılıb, bəzən qılmayanlardan tut, ümumən namaz qılmayanlar olub. Müsəlman olub, ola bilsin Ramazanda oruç tutub, qurbanda qurban kəsib, bəlkə zəkatını çıxarıb, namaz qılmayıb və ya cümədən cüməyə gedib, gündəlik namazları qılmayıb. İbn-i Qudamə rahimehullah deyir ki, bu cür insanlar hər dönəmdə, hər yerdə olub. Lakin fikir verin, deyir, heç vaxt görülməyib ki, hansısa bir yerdə, hansısa bir vaxtda namaz qılmadığına görə, yəni bu halda ölən kəs, onun cənazəsi yuyulmasın, kəfənlənməsin, cənazə namazı qılınmasın və müsəlman qəbristanlığında bastırılmasın. Bu olmayıb heç vaxt. Yəni, məsələnin tətbiqatına gələndə hal budur. Və alimlər İbn-i Qudamə rahiməhullahın həmbəli alimlərindən olub. Bu sözünü nəql edəndə deyirlər ki, sanki İbn-i Qudamə burada əməli icma nəql edir. Əməli icma. Yəni, İbn-i Qudamə əslində bunu bilirsiniz nəyə dəlil gətirir? Bu əməli, praktiki icmanı, çünki bu müsəlmanların icmasıdır. Yəni, İbn-i Qudamə rahimehullah deyir ki, bütün əsrlər boyunca sanki müsəlmanlar icma edib, ittifaq edib ki, biri namaz qılmayan birisi bu halı ilə ölsə, o kəfənlənəcək, cənazəsi qılınacaq və müsəlman qəbristanlığında bastırılacaq. Bunun əksi hələm hasil olmayıb. Və alimlər deyir ki, sanki burada İbn-i Qudamə rahimehullah namaz qılmayanın, namazı tərk edənin kafir olmadığına dəlil olaraq əməli icmanı nəql edir. Və bu güclü dəlildir əslində. Aydındır? Və sual, əlavə bir sual. Verilə bilər ki, yaxşı, bəs ümumiyyətlə İslam üzərində ölən müsəlman bir kəsin cənazəsinin, cənazə namazının tərk edilməsi icazəlidir ya yox? Cavab budur ki, icazəlidir, lakin şərtlərlə. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm söhbət kafirlərdən, müşriklərdən gedmir. Müsəlmanlardan, möminlərdən gedir, qiblə əhlindən. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bəzi müsəlmanların öz cəmiyyətində, bəzi müsəlmanların cənazə namazını tərk edib. Özünə qəsd edən, borcu ola-ola ölən və həmçinin əmirin icazəsi olmadan qənimət malından götürən. Bu o demək deyil ki, cənazə namazı məhz bu üç səbəbə görə tərk edilə bilər. Yox, sadəcə olaraq
səhih olaraq Allah Rasulü aleyhissalatu vesselam'dan varid olan bu üç haldır. Yəni Allah Rasulü öz canına qəsd edənin cənazəsini qılmayıb. Və səhv etmirəmsə Xeybərdən sonra qənimət malından, əmrin icazəsi olmadan götürənin və o halı ilə ölənin cənazə namazından imtina edib, həmçinin bir dəfə bir cənazə gətirilir və Peyğəmbər sallallahu aleyhi və səlləm soruşur ki, onun borcu var, deyirlər bəli və cənazəsini qılmır. Bu təkfir babında deyildi. Bu zəcr babında olub. Yəni, ədəbləndirmək babında digər müsəlmanlara ibrət olsun deyə. Ki, borclu halda, baxın, ölənin halı budur. Öz canına qəsd edənin halı budur. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləm onun cənazə namazını tərk etməsi ilə o cəmiyyətə nəyi göstərib? Göstərib ki, bu asiliklər necə böyük asiliklərdir ki, bu asiliyi işləyən Allah Rasulunun duasından məhrum oldu. Və özü qılmasa da nə deyib? Əshabına dedi ki, sallu alə sahibukum. Öz dostunuzun cənazə namazını qılın. Bu zəcr babından eyb etməz. Ona görə bir gün İmam Malik rahiməhullah Sufyan Əth-Thawri ilə birlikdə Məkkədə olanda Abdüləziz İbni Ravvad adında birisi olur. Əslində abid, zahid birisi olur, lakin onda ircalıq olur. Və eşidirlər ki, ölüb. Və hər ikisi də onun cənazəsində iştirak etmirlər. Və cəmaat da bilir bunu. Cəmaata göstərirlər. Və sonra Sufyan Əth-Thawrdən bunu soruşanda deyir, mən bunu bilə-bilə etdim ki, qoy insanlar bilsinlər ki, o bidət üzərində ölüb. Çünki elə bir insan idi ki, çox abid, zahid birisi idi. Yəni, insanlar onun halına allanmışdılar. İnsanlara ibrət olsun deyə, hətta bilməyənlər onun halından xəbərdar olsunlar deyə, onun cənazə namazını tərk etmişdilər. İndi həmin bidətçinin adını xatırlamıram, İmam Zəhəbi rahiməhullah Siyar A'lamun Nübələ əsərində bidət əhlindən birini zikr edir, həyatına, yəni biografiyasından danışır və qeyd edir ki, o bidətçi, həmin kəs öz səmti ilə, öz zahidliyi, abidliyi, əxlaqı ilə insanları allatmışdı, insanları fitnəyə salmışdı. Bunu bilə-bilə etmirdi. Həqiqətən də əxlaqlı birisi idi, həqiqətən də zahid, abid birisi idi, səmimi idi və insanları bu halı ilə fitnəyə salmışdı. Yəni, bir çox insan onun bu halına allanıb, onun bidətinin arxasınca düşmüşdülər. Bu da faydadır ki, yəni, bu haqq batil meyarı deyil. Aydındır. Ona görə İmam Şafi rahiməhullah deyir ki, hətta bir insan suyun üzərində gəzsə və havada uçsa, təsəvvür edin, insan görsən ki, suyun üzərində gəzir, havada uçur. Deyir, biz onun o halına baxmayacaq, biz onun baxacaq əməlinə. Əgər əməli Quran və sünnəyə müvafiqdirsə, biləcəyik ki, bu Allahdandır. Əgər o əməli, həmin kəsin əməli Quran və sünnəyə müvafiq deyilsə, o insanın əqidəsi, ibadəti, yaşayışı və s. biz biləcəyik ki, bu şeytandandır. Yəni, o hal bizi allatmayacaq. Və belə. Və qayda olaraq da alimlər əsasən nələri zikr ediblər? Yəni, müsəlman birinin cənazəsini qılmamaq üçün 3 əsas şərti qoyublar. Yəni, bu 3 şərt orada olsa, onun cənazə namazını tərk etmək olar. O şərtlərdən birisi hansıdır? Birisi odur ki, bunu edən bunu təkfir babında etməməlidir. Yəni, belə etiqad etməməlidir ki, o hansısa əməlin sahibidir və bununla o küfrə girib. Yəni, məsələn, tutalım, birini gətirdilər, öz canına qəsd edən birisidir və birini gətirdilər, bütün ömrü boyunca anasına, atasına zülm edən birisi olub, övlad.
onun cənazəsini tərk edən o niyyətlə tərk etməli deyil ki, o ömrü boyunca ana atasına zülm edib deyə o müsəlmanların duasından məhrum olur. Yox. Niyyət nə olmalıdır? Digər müsəlmanlara ibrət. Yəni, ədəbləndirmək niyyəti olmalıdır. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bu niyyətlə etmişdir. Bu birinci şərtdir. Yəni, bunu edənin niyyəti bu olmalıdır. İkinci şərt budur ki, ən azından bunu edən insanda zannul qalib olmalıdır ki, böyük ehtimal olmalıdır ki, bunu etməsi ilə ortaya yəni, fayda hasil olacaq. Çünki bunu etməkdə məqsəd nədir? Orada olan digər insanların bundan ibrət alması. Məqsəd budur. Və insan zənn edirsə ki, böyük ehtimalla bu məqsəd, bu fayda hasil olacaqsa edə bilər. Bu ikinci şərtdir. Yox, heç bir fayda hasil olmayacaqsa, bunu etməyin heç bir mənası da yoxdur. Yəni, təsəvvür edin, məsələn, birisidir, bayaq dediyim misal, ömrü boyunca ana atasına zülm edib. Sən də onun qonşusan, bunu bilirsən. Amma orada olan insanların heç birisi bunu bilmir. Və yaşadığı cəmiyyətdə bu cür tanınmayıb. Amma sən qonşu olaraq bilirsən, sən onun cənazə namazını tərk etsən, hətta bu niyyətlə bunu etsən, bunun digər insanlara bir faydası olacaq, ondan nəticə çıxaracaqlar, yox, niyə? Çünki əslən heç onun halını bilmirlər. Aydındır. Yəni, bu elə bir insan olmalıdır ki, cəmiyyətdə bu asili ilə tanınan birisi olsun. Hamı bilsin ki, ölən adam hansı bidət üzərində, hansı asilik üzərində getdi. Bununla tanınan, bilinən birisi olmalıdır. Bu bir. Və ikincisi, o cənazəni tərk edən adam da o cəmiyyətdə söz sahibi olmalıdır. Ki, hətta onun o cənazəni tərk etməsi kimlərisə təsir etsin. Yoxsa sıravi birisinə aid deyil bu qayda. Məscidə cənazə gətirildi. Məsələn, mən bunu tanıyıram, yaxşı adam olmayıb. Mən qılmıram cənazəsini. Qılmırsan, özün bilərsən. Qılmırsan, sən özün savabdan məhrum olmuşsan. Çünki cənazə namazının faydası iki yönlüdür. Həm qılana, həm də kimə ki qılınır, ona. Çünki cənazə namazı cənazə üçün şəfayət hökmündədir ya yox. Aydındır. Dua edirsən. Təsəvvürlə ki, bir müsəlmanın cənazəsində 3 səhv insan, yüzlərlə insan onun üçün dua edir. Eyni anda ki, Allah onu bağışlasın. Bunun cənazəyə faydası yoxdur. Faydası var. Həmçinin bunun insanın özünə faydası var. Cənazə namazını qılana faydası var. Niyə? Çünki ibadət edir axı. Cənazə namazı ibadətdir. Yəni, bu qayda belə tətbiq olunmur. Kim gəldi, necə gəldi? Bunu tanıyıram, yaxşı insan olub, qılmıram cənazəsini. Yəni, sən cənazəsini qılmamağınla ona zərər vurdun, vurmadın, zərər özvə oldu. Niyə? Çünki savabdan özünü məhrum etdin. Səbəb budur. Ona görə bu qayda o kəsə aiddir ki, həmin cənazə, yəni həmin kəs o asili ilə, o bidətlə həmin cəmiyyətdə məhşur olsun. Tanınan birisi olsun və o cənazəni tərk edən də cəmiyyətdə söz sahibi olsun. Yəni, təsəvvür edin, bir yerdir, 40 nəfər gəlib, bir cənazəni gətiriblər və bu da məsələn hansısa bir bidətçi olub, sıravi yox, bidətinə dəvət edənlərdən birisi. Həmin o cəmaatın yaşadığı qəsəbədə, yerdə öz bidətinə dəvət edənlərdən birisi olub. Və orada söz sahibi, axsaqqal, sözü keçən birisinin o adamın cənazəsini tərk etməsinin oradakı insanlara təsiri var. Və bu halda bu artıq ikinci şərtdir. Birinci şərt nə idi? Tərk edən o insanları ədəbləndirmək, yəni insanlar ibrət alsın qəsdi ilə tərk etməlidir. İkincisi, tərk edən elə bir adam olmalıdır ki, yəni o cənazəni tərk etməsi ilə o umduğu fayda hasil olacaq.
Bu iki və üçüncüsü, o cənazəni tərk edəndə ondan savayı o cənazəni qılacaq digər insanların olması. Bu da şərtdir. Çünki ola bilsin ki, elə bir vəziyyət ola bilər ki, onun cənazəsini qılacaq təkcə sən olasan. Və sən söz sahibisən. Tərk edə bilərsən, tərk edə bilmərsən. Çünki sən tərk etsən, onun cənazəsini qılacaq başqa adam yoxdur. Olar bu? Olmaz. Niyə? Yox, qısacası. Çünki cənazə namazının hökmü nədir? Fərz. Buna görə. Lakin fərzin hansı növüdür? Fardu kifayə. Çünki fərzin iki növü var. Biri var fardu ayn, biri var fardu kifayə. Fardu ayn odur ki, hər bir şəxsin, hər bir fərdin üzərinə fərd olaraq, şəxs olaraq vacibdir. Tərk etsə, asidir. Və digəri onu etməsi ilə yük onun üzərindən götürülmür. Məsələn, cümə namazı. Cümə namazı fardu ayndır. Hər bir fərdin üzərinə vacibdir. Mən gedim cümə namazına və niyyət edim ki, bununla həm öz adıma qılıram, həm də qardaşımın adına, evdəkilərin adına. Ya evdən bir nəfər geçsə kifayət edir? Yox, bu fardu ayndır. Amma bir də var fardu kifayə. Fardu kifayə nədir? Bir qisim müsəlman onu əda etsə, o məsuliyyət digərlərinin üzərindən götürülür. Cənazə namazı kimi. Amma həmin bölgədə o cənazənin olduğu kənddə, obada, onun cənazəsini heç kəs qılmasa, bütün kənd əhli ona görə qiyamət günü cavab verəcək. Niyə? Çünki hamısı Allahın fərzini tərk ediblər. Çünki bu fardu kifayədir. Ona görə alimlər şərt olaraq qoyublar ki, üçüncü şərt olaraq, bu elə bir vəziyyətdə olmalıdır ki, o cənazəni tərk edən, bilməlidir ki, o cənazəni tərk etsə, onun cənazəsini qılacaq digər insanlar olacaq. Əgər olmasa o qılmalıdır. Tərk etməsi icazəli deyil, bu asilidir. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm o cənazələr tərk edəndə dedi ki, dostunuzun, qardaşınızın cənazə namazını qılın. Allah Rasul tərk etsə də bütün sahabələr həmin şəxsin cənazə namazını qılırdılar. Və həmçinin son olaraq bu sual da verə bilərik ki, müasir dönəmdə bu sual çox-çox verilir. Məsələn, məscidə bir cənazə gətirilir və biz o cənazəni tanımırıq. Bilmirik o kimdir. Onun cənazə namazını qılmaq olar, olmaz? Cavab odur ki, olar. Olar, yox, qılınmalıdır. Müsəlman cəmiyyəti də olsa, müsəlman cəmiyyəti olmasa da. Niyə? Əgər müsəlman cəmiyyətidirsə, həmin cəmiyyətdə əsl olan nədir? Əsl olan budur ki, oranın əhalisi kimdir? Müsəlmandır. Əsl olan budur. Müsəlman cəmiyyəti olmasa da, yenə də qayda budur ki, hətta kafir diyarı olsa belə, bir məscidə bir cənazə gətirilirsə, deməli bu müsəlmandır ki, o cənazə gətirilir. Aydındır. Ona görə həmin yerin İslam cəmiyyəti olub olmaması arasında fərq olmur. Ümumiyyətlə bu şeylər ki var, məsələn bir məsciddir, məscid imamıdır, zahirən görürsən ki, məsələn rafizi deyil, zahirən görürsən ki, sünnüdür. Amma bilmirsən əqidəsi nədir? Çünki biz bilirik ki, nə qədər sufi təriqətləri var, böyük şirklərlə doludur. Etiqadları, əməlləri. İndi belə birisi onlardandır ya yox. Bu sualı vermək, o imam kimdir, etiqadı nədir, əməli onu araşdırmaq. Buna fıqhda həmçinin deyilə İmamul Mastur. Yəni halı bəlli olmayan imam. O imamın halını araşdırım. Şeyxülislam İbn Teymiyyə rahmehullah deyir ki, bu özü bidətdir. Bu özü bidətdir. Və bu şeylər əslində vəsvəsəçilikdir. Yəni hansısa bir imamın halını araşdırmaq, cənazə gələndə onun halını araşdırmaq. Əgər bilmirsənsə, məsələ qayıdır əslə. Əsl budur ki, o müsəlmandır. Müsəlman olmasaydı, müsəlmanların məscidinə gətirilməzdi. Və belə. Və doğrusunu Allah bilir. Və bununla da İmam Əhməd rahimehullahın
risaləsi, yəni tamamlanmış oldu. Dua edirəm ki, Allah Azza və Cəllə bizi eşidib fayda götürən qullarından etsin. Və sallallahu ala Muhammed və ala alihi və sahbihi və səlləm.